Bismillah. Bir müsəlman şiə gənci olaraq bu mövzu barədə danışmağı özümə borc bilirəm. Yaxın bir dostum Albert Agaronov adlı Yahudini bir neçə dəfə yaxından görüb. Mənə danışdı ki, Albert Şuşada cəmisi 10 gün olub. Onun ora gətirilməsi və sonra şəhid edilməsi özü bir müəmmadır. Onunla eyni yerdə olmağımıza baxmayaraq bizə gələn xəbər oldu ki, Albert şəhid olub. Ondan sonra bizə onun nə ölüsünü, nə də dirisini gördük. Nədənsə həmən 10 gün içində döyüş bölgəsinə səfər edən Azərbaycan jurnalistləri yalnız Alberti çəkir və ondan müsahibə alırdılar. Baxmayaraq ki, bizimlə birgə ruslar, hətta rus zabiti Aleksey də var idi, ancaq Albertlə müsahibə alınır və Azərbaycan media servisi edilirdi. Sanki başqaları ora keyfə, əyləncəyə gəlmişdilər. Həmin gün, yəni 7 may 1992-ci ildə bizə dedilər ki, Albert tankına vurulub. Ancaq rəsmi mənbələrdə isə 8 may 1992-ci il olaraq qeyd edildi. Bunun özü də bir müəmma idi. Bizə tankdan vurulub, yanıb deyildi. Sonradan isə yazdılar ki, yerdə vurulub. Axı bu bir-birinə zidd olan şeylər nəyə lazım idi?